görə bunu. Yaxşı. Qala yoxsa a. Buranın yenə də gülləri çox gözəldir. Həyəti bu qədər gülə kəsən, bir də bütün gül olaq. Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Açılışı belə etmək istədim. Dedim, burada təbii güllərim varkən açılışı belə edim. Bunlar da bu arada Mamagilin həyətindən yığmışam. Keçən vlog demişdim axı sizə ki, bəs gələn vlogumuz maraqlı olacaq. Niyə görə? İnşallah ki, biz ayın 18-i, yəni 17-sindən 18-dən keçən gecə hava limanına gedirik. O da ki, qızlar, inşallah Allah nəsib qismət eləsə, həcc ziyarətinə yollanırıq. Bu xəbəri də sizlə ən son günə saxladım ki, yəni ən sonda paylaşım. Məndə bir xasiyyət var ki, nə isə eləyirəmsə, onu ən sonda paylaşmağı xoşduram. Hətta bu vlog ola bilər ki, siz izləyəndə artıq biz samolyotda olaq. Belə. Ona görə dedim, indidən çəkeyim. Bu vlogda əslində hər hansı gəzmək, hər hansı getmək olmayacaq. Sadəcə olaraq necə yığıram, hansı paltarları almışam, hamısını bir-bir yığacaq, yerinə yerləşdirəcək. Vlogun davamını bu vaxtda davam edirəm. Çünki artıq çamadanları yığmaq vaxtıdır. Daha doğrusu hələ vaxt var. Bugün ayın 15-idir. Sabah 16-sı, birisi gün isə 17-si. Biz 17-si gecə çıxacağıq inşallah. Amma istəyirəm ki, indidən yığım hazırlayım. Bir də ki, bunları bu arada təzə almışıq Madame Coco'dandır. Sadəcə olaraq bunun açılım videosunu təəssüf ki, çəkə bilmədim. O da niyə görə? Yoldaşım sağ olsun, qapıdan girən kimi ilk mənkin çıxartdı kartondan. Heç imkan vermədi ki, çəkeyim. Bu da ki, belə yoldaşımınkidir. Əslində mən bunun çəhrayı rəngi var idi. Bir gözəl rəngi var idi ki, onun. O deyirlər yeməli pəmbə. Bax, elə bir rəngi var idi. Amma ki, onu yoldaşım qoymadı. Dedi ki, yox. Birini sən çamadan al da baxarlar. Ona görə elə dedi ki, bozunu sən götür. Rəngini, sinli rəngidir, nədir? Onu da götürdü. Belə. Bu arada bu çamadanları 85 manat almışam. Yoldaşımınki isə səhv eləmirəmsə 86 yoxsa 87 manat olmalıdır. Belə mənkindən 1-2 manat belə baha oldu. Bunun gəliş puluna sizə nə qədər pul versəm yaxşıdır? 8 manat pul ödəmişik. Yəni bu boyda çamadanın kargo puluna 8 manat məndə çox-çox yaxşıdır. Hansı kargo şirkəti deyə soruşsanız, Sürət Kargodur. Yəni onlar çox-çox sərfəli gətirirlər. Başlayaq mənimkindən. Mən bunun içinə əslində corablarımı falan qoymuşam. İndi onları sizə təkrar göstərəcəm və bir də ki, geyimlərimi hansılar ki, nələr almışam onları. Baxın qızlar, iç hissəsi belədir, 2 bölməlidir və buradan belə bir zamok hissəsi də var. Bunu belə bağlaya bilirsiniz. O hissədə olanlar bu hissəyə qarışmırlar. Bir də burada belədir. Bura belə bir balaca dəsmal qoymuşam. Diş pastası, dırnaqdan balaca qayıtçı belə lazım olsa onları qoymuşam. Bu hissədə isə orada təvaf eləmək üçün belə bir ayaqqabı deyim. Türklər buna təvaf pati deyirlər, amma bizdə bunun adı nədir bilmirəm. Yəni rahat bir şeydir, nə corab deyil, nə ayaqqabı deyil. Belə bir şey almışam. Bunun qısa boğazları da olur qızlar. Baxın belə buradan. Sadəcə olaraq onlar baxdım mən videolarda təvaf edənlərin danışdıqlarına ki, bəs qısa boğazlı olanlar ayaqdan çıxa bilir. Çünki orada insan sıxlığı hədsiz çox olur da. Yəni ona görə kimsə ayağınıza bassa ayağınızdan çıxır və geri qayıdıb onu götürə bilmirsiniz. Yəni o dərəcədə insan çox olur. Sonra burada var, belə bir corablarım var. Bunları göstərmişdim sizə ki, Sinsaydan almışam. Sonradan getdim 5 ədəddə yenə belə bir corab aldım. Toplamda 14 ədəd corabdır qızlar. Bəziləri orada xanımlar vardı ki, dedilər ki, bəs 20 dənə elə corab alacam, hər gün birini çıxarıb atacam. Amma mən elə gərək görmədim. Belə 14 dənədir. Yuyub yenə də istifadə edəcəm. Onsuz da ki, orada otellərin üstündə paltar yumaq üçün yerləri olur. Paltar yuyanı falan olur belə. Sonra burada var belə 2 dənə, belə şəp-şəp. Bunları da aldım ki, birdən krasovka ayağımı sıxsa, bunları giyinərəm. Belə bir şeydir qızlar. Bunu da ayağıma giyindim. Əslində ayağıma giyinib gəlsəm daha yaxşı olar ki, biraz ayağım alışsın buna. Çünki yəni təzə şəp-şəp bilirsiniz də necə olur, bəlkə olur ona görə. Bunu da belə ehtiyata götürəcəm. Bir də ki, bizə orada lazım olacaq. Sırf yəni qoxusuz şeylər lazım olacaq. Ona görə belə qoxusuz bir salfetka götürmüşəm. Nəm salfetka, yemək falan yeyəndə. Çünki marşrutda ora çatandan sonra yemək yeyəcəyik. Yəni əlimizi, ağzımızı silmək üçün belə bir salfetkadır. Bunlar əslində uşaqlar üçündür. Rosmandan tapa bilərsiniz. Niyə görə qoxusuz şeylərdir? Qızlar, ora gedənlər bilir əslində.
Yəni getməyənlər də inşallah Allah qismət eləsin, nəsib eləsin, getsinlər. Ehram paltarını geyinəndən sonra bizə bir çox şeylər haram olur. Bunlardan da biri qoxulu parfüm, iyi gələn nələrdən istifadə eləmək, parfüm vurmaq, belə şeylərdir. Ona görə ehramda olan vaxtı sırf parfümsüz şeylər lazımdır. Burada da yenə həmçinin parfümsüz olan şeylər almışam. İndi onları göstərim sizə. Bir yenə İsana'nın sıfır parfümsüz antiperspirantı. Sonra var burada belə İsana'nın parfümsüz şampunu. Baxın, hamısının üstə sıfır parfüm yazır. Sonra burada var yenə də bizə günəş kremi orada bol lazım olacağı üçün. Bunu da sıfır parfümsüz olanı aldım. Bu da yenə uşaqlar üçündür, amma yəni ziyansız, donsuz da istifadə edə bilərik. Sonra bir ədəd də belə sabundur. Bu da yenə sıfır parfümdür. Parfümsüz olan belə bir əl sabunudur. Bu da yenə bizə lazım olacaq. Belə, hələ ki belə xırda əşyalar bunlardır. İndi gedim digər paltarlarımı gətirim və daha nələr qoyacağım çəmadana, onları gətirim, baxaq. Və qızlar, burada pijamalarım var. Onu amma bilmirəm ki, bu hissəyə mi qoyum, yoxsa geyimlərimin üst hissəsinə mi qoyum. Bura nələr əlavə edirəm, onlara baxaq. Bu kaşloku da sizə göstərmişdim, Temu'dan almışdım. Belə yüngül, rahat bir şey. Birdən də bunu əlavə edirik. Sonra 2 ədəd belə kabramız var. Bu bir paltarımdandır. Bu da ki, həm ağla, həm də qara geyimlə taxa biləcəyim kabrodur. Biri isə hətta indi hal-hazır telefonumun üstüdür. Qəhvəyə rəngdə almışam. Belə bir rəngləridir. 2 ədəd kabronu da qoyuruq. Sonra isə bu kitabçanı mən əslində üstümdə olan sumkaya qoyacağam. Ona görə bunu bura əlavə eləmirik. Bir də ki, qızlar, pasport qabları almışdım. Hansı ki, belə üstümüzdə adı yazılı olan. Sadəcə olaraq bu bizə lazım olmadı. Niyə görə? Keçən dəfə pasportları bizə verəndə baxdım ki, hamısının üstünə kod yapışdırıblar. Yəni bunları biz ona taxsaq, kodları falan görünməyəcək. Ona görə də hamısı kodlu şəkildə lazım olduğu üçün bunlar təəssüf ki, istifadə edə bilməyəcəm. İnşallah bunlar qalsın. Nə vaxtsa özümüz istirahətə gedəndə onu da istifadə edərəm. Belə. Sonra mənim bu dəftərim. Bu dəftəri göstərmişdim sizə, amma nə üçün olduğunu deməmişdim. Bunu bilirsiniz qızlar, nə üçün almışam. İnşallah ki, orada belə qoyum. İnşallah ki, orada gün ərzində nə edəcəksə, hara gedəcəyik, hansı əməllər edəcəyik, nə qədər gedəcəksə, hamısını bu dəftərə yazmaq istəyirəm. Yəni bir növ günlük kimi də, uşaq vaxtı necə günlük tutub yazırdıq, bax elə bir şey. Sonra gələndən sonra açım, baxım, oxuyum. Yəni darıxanda belə nə hisslər yaşamışamsa, yəni hamısını bura yazmaq istəyirəm. Ona görə bu dəftərdə bura əlavə edirik. Hələ ki, pijamanı da belə qoyum. Sonra ən sonda baxaram necə yerləşdirəcəyimi. Sadəcə olaraq çəmadana nələr yerləşdirəcəm, onları göstərirəm. Sonra isə bu paltarın altından geyinmək üçün belə crop kimi bir şey tərləmənin yəni qarşısını almır. Sadəcə olaraq paltara çıxmasının qarşısını alır. Bir dənə bu rəngidir. Bir dənə də ki, bu rəngidir. Bunu da qoyuruq bura. Burada isə qızlar yenə də nəm salfetka. Bunlar isə qoxulu olanlardır. Ehramdan sonra istifadə etmək üçün diş pastası, normal adi şampun və belə bir sabun. Bunlar da sadəcə olaraq çəmadana qoymamışdan qabaq yaxşı salxana bükməliyəm ki, bunların qoxusu paltarların üstünə hopmasın. Yəni o dərəcədə parfümsüz, yəni parfümdən uzaq durmaq lazımdır. Bunları isə qızlar belə bir salafana qoydum. Bu arada mən paltarlarımı aldığım səhifənin reklamı getdi burada. İndi isə bunu istəyirəm qəşəngcə skoşlayım ki, açıq falan bir yeri qalmasın, bunların qoxusu hopmasın. Birinci geyimim budur qızlar. Bunu görübsünüz, videoda göstərmişəm. İndi bunu qoyacağım çəmadana. İkinci geyimim isə qızlar budur. Bunu da keçən səfər Ömər Atçılığa gedəndə geymişdim. İndi onlar hamısını belə üst-üstə ora yığıram. Üçüncü geyimim isə budur. Belə altı qara, üstü yenə də yaşıl rəngdə ximarı. Yəni geyimlərim əslində çoxdur. Sadəcə bu qədər planlaşdırmamışdım. Birini Instagramdan hədiyyə qazandım. İndi onu göstərəcəm. Yəni çadıra kimi bir şeydir. Sonradan isə biri də artdı. O da ki, ağında olan ağ çox nazik olduğu üçün yenidən ağını tikdirmək məcburiyyətində qaldım. Ona görə 8 ədəd geyim oldu. Həm də ki, qızlar orada çox qalacağımız üçün harca 20-23 günümüz yəni gedəcək. Ona görə düşündüm ki, çox olmağı daha yaxşıdır. Dördüncü geyimim isə belədir. Əslində bunun üst hissəsini bu günlər fikirləşirəm ki, yəni almaya bilərdim. Orada olan o qəhvə rəngli ximarla, yəni bunu da geyinə bilərdim. Sadəcə olaraq niyəsə bunu belə bir dəst görmüşdüm deyə. Həm də ki, bunun ximarı ondan uzundur. Yəni baxın belə, ona görə. Amma ki, o ximarı almaya da bilərdim. Yəni orada biraz səhv eləmişəm. Nəysə, dördüncü geyimim isə belə. Baxın qızlar, ilk dəfə ağ geyim olaraq bunu almışdım. Orada ehram zamanı geyinməyə. Sadəcə olaraq bu
Yəni çox nazikdir də görürsüz. Həm də ki tək qatdır. Nə altının astarı var, nə də ki bir şeyi. Biz altından don geyinəndə içlik fason qolsuz, baxımdan geyinəndə yaxşı olur. Ona görə bir xanım vardı, biraz ziyarətində olub. Amma o deyir ki, biz hardasa Minada 3 gün qalacağıq. Ona görə bizə ağ geyim, yəni bir dənə yox, bir neçə dənə lazımdır. Mən də fikirləşdim ki, eyb yoxdur, bunu da götürüm. Altından yenə içlik don götürərəm. Çünki o bir dənə ilə 3 günü qala bilmərəm. Ən azından belə dəyişənək bir şey olsun. Və onun nazik olduğunu görəndən sonra tikirdiyim yeni bir ağ geyimdir bu da. Burada belə, baxın, özünün astarı da var. Və xımar da ki belədir, o birisi aldığım xımarlar kimidir. Qolları isə yenə də belə yarasa qoldur. Bunu da yenə götürürəm. Yəni ilk gün ehrama girəndə bunu geyinəcəm inşallah. Və qızlar, hansı ki dedim Instagramdan hədiyyə qazanmışdım bu geyimi. Düzünü biraz veşirkanı yaxşı asa bilməmişəm deyə paltar da belə tam yaxşı qalmayıb. Bu da ki cilbab deyirlər əslində buna. Baxın belə bir şeydir, yəni. Opşi uzun bir şeydir. Altından əslində bunun içliyi yox idi. Sadəcə olaraq özüm də belə içlik əlavə elədim. Düzdür, o içindədir, görmürsünüz. Baxın belə bir qara içlikdir. Çünki paltar belə uzun da görsənsə, yəni mənə biraz qısa qaldı. Ona görə dedim ki, ən yaxşısı içliklə geyinim. Onda daha qəşəng görsənir. Dedim ki, paltarın əyri qalmağına səbəb, yəni bir qolu burada, bir qolu buradadır. Beşilkanı yaxşı taxa bilməmişəm deyə əyri qalıb deyə, ona görə belə. Və qızlar, son olaraq isə belə bir namaz donudur. Bunu isə inşallah ayın 18-i gecə çıxdığımız vaxt, inşallah aeroporta getdiyimiz günü, yəni belə. Bunun isə hicabı belə özünə bitişikdir və ətəyində belə güpür detalı var və hətta qolunun ətəyində də belə güpür detalı var. Bunun isə endirmə düşmüşdü. Normalda bunlar 65 idi yoxsa 68 idi. Nəsə belə bir qiyməti vardı, amma mən bunu 55 manat almışam. Belə dedim, yəni bir dəfə rahat atıb keçirtməyə. Həm də ki aeroportda da uçuş zamanında rahat olar. Bunların hamısını bir-bir qatlayım, yığım bura. Və qızlar, qardırobum boşaldı. Olar ki, o geyimlər tutmuşdu mənim qardırobumu. Nəysə, onları da götürdüm. Bir də ki, mənə lazımdır. Bax, bu yadımdan çıxmışdı. Yaxşı açdım kameranı. Bu içlik də mənə lazımdır. Hansı ki, o birinci aldığım ağ geyim var idi. Altını göstərən. Onun altından bunu geyinməyi düşünürəm. Və qızlar, geyimlərimi belə yerləşdirdim. İndi qaldı bir dənə bu ayaqqabını bu salafanın içine qoyum. Düzü belə təmizdir. Sadəcə olaraq bu salafanın içine qoyum. Sonra qoyum o bölməyə. Az qalıb bunları unudurdum. Bunları qoymuşam paltarların ən alt hissəsinə. Elə siyirməni açdım, biraz qurtaladım, gördüm bunlar çıxdı. Nəsə, bunları da əlavə edək. Və burada isə qızlar, belə bir kosmetika var. Sadəcə olaraq bunu mən kosmetika yox, dərmanları yığacağım. Yəni bu apteçka roluna girir. İndi dərmanlara görə indi nələr götürürəm. Baxın, burada 2 dənə belə soyuq dəymə əleyhinə qarışımdır. Bunları desən yoldaşım belə ikisini bir qatıb içirdi. Ona görə bunları götürürəm. Sonra yenə də burada belə bir şey var. Soyuq dəymə qrip əleyhinədir bu da. Yəni yüngülvari qripin simptomları olanda bunu istifadə edirsən. Sonra burada var üstündəsində baralgindir. Sadəcə olaraq bunun içində ağrı kəsicilər var. Bunları da yenə ehtiyata götürdüm. Dedim birdən də ya mənə, ya yoldaşıma, ya orada kiməsə ağrı kəsici lazım olar. 3 növ burada ağrı kəsici var. Diklofenatdır, sonra ketanaldır, sonra isə baralgindir. Bunların hərəsindən bir dənə götürmüşəm. Diklofenat bel ağrısı üçün idi desən, hə. Belə, bunları da götürdüm. Sonra burada var yenə də belə bir baş ağrısı üçün dərmandır. Bunu yenə də qoyacağım aptekaya. Sonra qızma ölçən götürdüm belə ehtiyata. Belə bir jigont götürdüm ki, birdən də stem falan, iğnə falan vurmaq lazım olar. Yəni qızlar, yol çıxırıq, bilmək olmaz. Orada düz apteklər var, amma ki dil bilmirik. Ona görə elə nə yaxşıdır buradan hər şey götürmək lazımdır. Sonra burada nimesildir. Bunlara yenə əlavə olaraq gripotda aldıracağım inşallah. Belə bir bintdir. Bu düz açmışıq, amma ki yəni çoxdur içi. Ona görə bunu götürürəm. Əlavə aldırmağa ehtiyac yoxdur. Və burada da yenə 3 ədəd belə 3 ml-likdir, hə. Şiflislərdir. Və birdən də sistem şunurudur. Yəni bunları götürürəm. Sistemin suyunu dəsini istədim buradan alaq. Sadəcə olaraq aeroportda ola bilsin ki, çantalardan götürdülər. Çünki maye olmaz. Bəzi yerlərdə buraxılmır. 100 ml-dən artıq ona görə. Burada belə bir spirtimiz var. Və belə bir burun spreyi var. Bunu da götürürəm.
Tam hamısı bunlar deyil. Yenə də əlavə aldıqlarım olacaq. Məsələn, yara bandıdır. Sonra başqa nələr lazımdır? Məsələn, böyük şprisdir. Bu 3 ml-likdir. Bundan biraz böyük olsun, 5 ml olsun. Belə. Hə, bir də ki, Gripotun özünü daldırmaq istəyirəm. Bu da grip əleyhinədir, amma Gripotla Nimesil daha yaxşıdır. Nəysə qızlar, belə. Bunları da yığım bunun içinə. Beləliklə, aptetskanı da yığdım, qoydum qırağa. İndi isə belə bir çanta var, bizə veriblər. Hansı ki, izlasa getmişdik, birinci səfəri çəkmişdim. Ondan sonra bir dəfə də izlasa getdik. Sadəcə olaraq həmin günü çəkməmişəm heç nə. Sadəcə olaraq bir çantasının içində nələri qoymaq istəyirəmsə, onları bunun içinə qoyuram hələlik. Bel çantası alandan sonra bunun içindən boşaldıb bel çantasına yığacam. Bunun içinə isə qoyacağıq. Bu dəftəri sizə göstərmişdim. Demişdim ki, vaxtı zamanı gələndə deyəcəm bunu nə üçün almışam. Düzü içini açıb göstərə bilmərəm. Çünki bunun içində dualar var. Hansı ki, mənim dualarım və yaxud da mənim yaxınlarımın istədiyi dualar var. Onları öncədən yazmışam bura. Ki, ora gedəndə yadımdan çıxmasın. Telefondan da bir-bir axtarmayım deyə ona görə bura yazmışam. Bu dəftərimi qoyuram onun içinə. Göstərdiyim o qoxusuz nəm salfetkanı qoyuram. Və bir ədəd belə unitaz üçün olan salfetkanı qoyuram. Bir ədəd belə Həcc və Ümrə Zəvvarının yaddaş kitabçasını qoyuram. Və bir də ki, bunu qoyuram. Bunu çəmədandan çıxartdım. Çünki mənə burada lazımdır. Yəni, bu mənim üstümdə gedəcək sumkada lazımdır ki, biz ora gedəndən sonra hansı ki, dedimi, qara namaz donunu geyinəcəm ilk gedəndə. Aeroportda olanda, yəni. O namaz donunu çıxardandan sonra ihram paltarını geyinəcəyik. Ora çatandan sonra, yəni məsciddə geyinəcəyik. Bunlar isə həmin orada artıq tavaf eləyəndə lazım olacaq mənə. Ona görə çəmədana qoymuram. Bunu da yerləşdirirəm bunun içində hələ ki. Amma dediyim kimi qızlar, bel çantası alandan sonra mənim ehram paltarım da bunun içində olacaq. Bir günlük qida götürəcək, o da bunun içində olacaq. Və qızlar, çəmədana bir şey də əlavə elədim. Belə bir balış üzü götürdüm. Bir də ki, bu şilyapanını götürdüm. Balış üzü niyə görə götürdüm? Çünki mən başqasının yatdığı balışda yata bilmirəm. İstəyirəm ki, hətta bir dənə plastinə götürüm, bir dənə ki, üstümü örtməyə nəsə götürüm. Çünki niyəsə bilmirəm. Yəni, yata bilmirəm, özümdən asılı deyil. Bu aptetskanı da yerləşdirirəm o hissəyə ki, bunun içində spirt falan var, belə nəsə. Dağılmaz əslində, amma yenə də ehtiyat. Əslində bunu da salxana qoyun, bax, ağlıma gəldi. İşte birdən də sıxılar, nəsə dağlar, paltarlarıma falan keçməsin. Bir də ki, qızlar, belə bir iğnə saf qabı götürmüşəm. Bunun içində, yəni göstərmişəm bir dəfə sizə düzü. Lazım olacaq hər bir şey var içində. Bunu da yenə ehtiyata götürürəm. Əslində bir dənə də götürsəm bəs eləyər. Sadəcə olaraq bu o qədər də yer tutmur. Yəni balaca bir şeydir. Ona görə bunu da atıram sumkaya. Və qızlar, beləliklə çəmədanımızın ağzını ağır oldu bir tərəf. Bağlayırıq. Bunu da bağlayım, qoyum qırağa. Qaldı yoldaşımın çəmədanını yığmaq, onu da artıq özünə əşyaları qoyacaqsa yığar. Yəni, birlikdə yığarıq onu da. Belə, paxlavamın gözəlliyini göstərmək istədim sizə qızlar. Bunu bişirəm ki, yolda önümüzlə aparaq, kalçuk qablara yığaq və orada oteldə çayla içməyə, ya kiməsə verməyə belə niyyətimiz olsun. İndi bunun qıraq hissələrinə çatmadı, fındığımı qoymadım. Ondan sonra burada yeyib onu həll eləyəcək, işini bitirəcək. Amma ondan qalan belə yarı böləcəm, 2 yerə ayıracam. 22 ədəd yoldaşıma, 22 ədəd isə mənə düşür. Belə, indi bunu qoyaq pişsin. Və qızlar, artıq şərbətini tökürəm. Qızlar, deməli, paxlavaları böldüm. Həm yoldaşıma, həm də mənə. Bizim orada otaqlarımız ayrı olacaq. Yəni, qadınlar ayrı olaraq yatır, kişilər isə ayrı olaraq başqa otaqlarda qalır. Ona görə həm onun çəmədanına, həm də öz çəmədanıma qoydum, yaxşı-yaxşı bükdüm. İndi isə burada nələr var? Burada yemək götürmüşəm, qızlar. Ətdir, bir də ki, təzə kartof qızartmışdım. Onları götürmüşəm. Onu da yenə belə qablara ayırmışam, 2 ədəd. Eyni şeydir, eyni yeməkləri, sadəcə olaraq bunu bel çantasına qoyacağıq. Çünki bizə ora çatandan sonra bir günlük yemək lazım olacaq. Ona görə bunu götürmüşəm. Bunu isə otelə çatandan sonra xaladelniyə qoyacaq, yəni soyuducuya. Orada belə qalacaq və istədiyimiz vaxt, nə vaxtsa yəni acıqsaq, belə götürüb yeyəcəyik. Yəni bunlar da belə hazırdır. Saat da artıq 8-in yarısıdır və bizim uçuş vaxtımıza çox-çox az qalır. Uçuş vaxtımıza deməyim, yəni evdən çıxma vaxtımıza saat 3-ün yarısı artıq biz aeroportda olmalıyıq. Saat 1-də isə evdən çıxmalıyıq.
Yəni belə qızlar, hələ ki biraz da belə işlərimiz falan var. İndi hələ ki də yoldaşım gəlməyib, o da gəlsin, şam yeməyimizi yeyək və ondan sonra başqa qalan xırda işlərimizi də həll eləyək, hazırlaşaq və evdən çıxacağımız vaxta gözləyək. Və qızlar, artıq vlogu burada sonlandırmaq istəyirəm. Əslində istəyirəm ki, aeroportdan da 1-2 kadr çəkim, orada bunun davamını əlavə edeyim, sonra paylaşım. Sadəcə olaraq ora gedəndən sonra nələr olacaq bilmirəm. Deyirəm, bir dənə başım çox qarışıq olar, videonu da yükləyə bilmərəm. Ona görə elə vlogu burada sonlandırım, videonu yükləyim. Gələn vloq isə bilmirəm ki, nə vaxt paylaşaram. Çünki biz 23 gün yurda olacağıq. Yəni orada olduğum müddətdə də vloq hazırlayıb paylaşmaq istəmirəm. İndi ara-ara çəkdiyim qısa videolar olarsa, onlardan gələndən sonra sizlər üçün vloq düzəldərəm. Baxarsınız, sizə də maraqlı olar məncə. Allah istəyən, arzusunda olanlara da qismət eləsin. İnşallah ki, gələsiz, görəsiz. Dediyim kimi qızlar, bu vloq çox da belə gəzməli, getməli video olmadı. Sadəcə olaraq necə hazırlaşdım, nələr yığdım, çəmədanımı necə yığdım, onları dedim ki, göstərim sizlərə, bəlkə faydalı olar. İnşallah ki, kimsə ümrəyə gedər, kimsə həcc ziyarəti qismət olar. Onlar üçün də faydalı bir video olmuş olsun. Videonu isə bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Dualarınızı əksik eləməyin. Mən də sizlər üçün dua edəcəm inşallah. Videonu bəyənməyi, kanala abunə olmağı və yorumlarda fikirlərinizi yazmağı unutmayın. Özünüzə yaxşı baxın qızlar. Hələlik.